Masallının Türkoba kəndinin tarixi çox qədimdir. Yazılanlara görə kənd hələ 13-cü əsrdə Elxanilər sülaləsi tərəfindən Mərkəzi Asiyada yaşayan köçəri türk tayfalarının köçürülməsi nəticəsində salınıb. Bununla bağlı əsas mənbələrdən biri Elxanilərin vəziri Fəzlullah Rəşidəddinin Cəmalət Tavarix əsəridir ki, burada Türkoba kəndinin adı qeyd edilir. Bu kənd həmişə özünün sakit həyatı, xeyirxah insanları ilə seçilib. Ancaq 1997-ci ildə Türkoba kəndində baş vermiş ağır qətl hadisəsi hamını şoka saldı. Sakit həyat tərzi ilə heç kimdən seçilməyən ahıl ər-arvad amansızcasına qətlə yetirilmişdilər. Dərhal istintaq əməliyyat qrupu hadisə yerinə gəldi. Hal şahidlərinin iştirakı ilə hadisə yerinə baxış keçirildi. Rayon polis şöbəsindən məlumat daxil oldu ki, Masallı rayon Türkoba kəndində 2 ər-arvadı, 60-dan çox yaşlı olan ər-arvadı qətlə yetiriblər və hadisə də çox ağır hadisə idi. Mirzavan Kazımov 1957-ci ildə anadan olub. Bakı Dövlət Universitetinin Hüquq fakültəsini bitirib. Əmək fəaliyyətinə Ədliyyə Nazirliyinin Ekspertiza İnstitutunda başlayıb. 1985-ci ildən prokurorluq orqanlarında çalışır. Masallı, Göyçay rayonlarının prokuroru olub. Baş prokurorluqda idarə rəisinin müavini, şöbə rəisi kimi çalışıb. 5 il Milli Təhlükəsizlik, Fövqəladə Hallar Nazirliyi və Dövlət Sərhəd Xidməti İstintaq Tədqiqat Əməliyyat Axtarış fəaliyyətində Qanunların İcrasını Nəzarət İdarəsinin rəis müavini işləyib. Baş prokurorluqda Dövlət İttiham İdarəsi Ağır Cinayətlər Məhkəmələrində İttiham şöbəsinin rəisi olub. 2017-ci ildən təqaüddədir. Baş ədliyyə müşaviri, fəxri prokuror işçisidir. Bu ailə özünə məxsus həyat tərzi var, sakit təbiətli adamdır, ancaq öz həyat tərzin, necə deyirlər, sağlam həyat tərzi olan bir insan idi, ailə idi. Biz getdik hadisə yerinə. Mirzavan Kazımov, rayon polis şöbəsinin rəisi Nizami Sadıqov, rayon polis şöbəsinin əməkdaşları Nizami Şükürov, Qambay Muradov, Vasil Nuriyev, Mərdəm Abdullayev, Hikmət Əliyev, Rəhman Mehdiyev, Həmid Məzdov, Mübariz Əliyev, Davud Tağıyev, hal şahidləri, Masallı rayonu Köhnə Alvalı kənd sakini Səllov Mahmud Sultanoğlu, Masallı rayonu Karmandalı kənd sakini Qasımov Hüseyin Araz Səfərquloğlu'nun iştirakları ilə bugün rayon polis şöbəsindən daxil olmuş Əbilov Mahmud Rızaoğlu və Əbilova Şəfiqə Novruz qızının öldürməsindən və məlumata əsasən hadisə yerinə gəlib, Azərbaycan Respublika Cinayət və sonra da 206-cı maddəsinin tələblərini riayət etməklə hadisə yerinin müayinəsini keçirib, hazırki protokolu tərtib edilir. İlkin baxış zamanı qətlə yetirilən Mahmud kişinin və həyat yoldaşı Şəfiqənin meyitləri tapılır. Hər iki şəxs amansızlıqla qətlə yetirilmişdilər. Baxdı ki, hadisə yerinin ilkin görüntüləri belədir ki, pəncərədən giriblər, kişini dəhlizdə qətlə getiriblər, amma qadının meyidini tapa bilmirik elə. Qan izləri ilə biz getdik ki, biz elə bildik ki, qadın evdədir, amma evdə tapılmır. Qan izləri ilə biz getdik, çıxdıq zirzəmiyə və gördük ki, zirzəmidə 2 daşın arasında, qadın da yaşlı qadındır, biraz da dolu bədənlidir. Elə bil ki, pərçim olunub, qalıb orada və burada da bunun üzərində çoxlu qan zirzəmini qan bürüyür və bunun üzərində çoxlu sayda xəsarətlər var. Yaşıl örtü ilə örtülmüş meyit aşkar edildi. Göstəndə bu arasında Advanın 2-ci otaqda giriş qapısının ağzında qanaqşar ləkələr aşkar edildi. Geç. Qanaqşar ləkələr otağın içərisində davam edir. Otağın içərisində döşəmənin üstündə qadın meyidi aşkar edilir. İstənilən bu tipli cinayət hadisələrinin araşdırılması zamanı mütləq təcrübəli hüquq mühafizə orqan işçiləri zərərçəkənin əhatə dairəsini müəyyənləşdirməklə məşğul olurlar. Bizim istintaq zamanı da
Təcrübəli müstəntiqlər əməliyyata həmən bu addımla başladılar. Yəni, zərər çəkmişin əhatə dairəsini müəyyən eləməklə. Biz hadisə yerini müayinə elədik və başladıq öz fərziyyələrimizi qurmağa ki, bu cinayətin baş verməsinə necə ola bilər və gəldik, müəyyənləşdirdik ki, bura daxil olan adamların dairəsi müəyyənləşdirilməlidir. Kimlərdir bu? Bir neçə adam, əlbəttə biz onların da əməliyyat tədbirlər keçdi, gördük ki, heç birisi təsdiq olunmur. Döşəmənin üstündə yıxılmış vəziyyətdə stol vardı. Döşəmənin üstündə qana bulaşmış yaylı və döşlük vardı. 2 yaylı və döşlük vardı. Giriş hissəsində pilləkənin üstündə lampa qoymuşdur. Lampanın şüşəsi yoxdur. Qapının üstündə də bir ədəd qırıncı, şüşə qırıncı aşkar edildi. Hadisə yerini müayinə edən istintaq işçisinin, prokurorun işi belədir ki, gərək hər incə detala fikir versin. Ola bilsin ki, başqalarına xırdaçılıq kimi görünən, əhəmiyyətsiz hesab oluna biləcək xırda bir əşya, iz cinayətin açılmasına kömək etsin. Pəncərənin qarşısında. Sən ayağı ora qoyma, ayağı ora qoyma. Oranı çək aşağıya. Ayağınızı götür. Ayağınızı aşkar edildi. Onu da deyim ki, hadisə yeri müayinəsi zamanı biz əlbəttə hər bir işçi, istintaq işçisi, prokuror hər şeyə diqqət yetirilməlidir. Və orada biz hadisə yeri müayinəsi zamanı belə bir hal müəyyənləşdirdik ki, deməli, evin pilləkənindən düşən hissəsində bir aynabənd kimi şüşə var. O şüşənin, daha doğrusu aynabəndin qapısında şüşələr balaca mıxlarla bərkidilir və mıxın üstündə balaca bir tük var. Bu tük şəxsən mənim diqqətimi cəlb elədi və mən müstəntiqə göstəriş verdim ki, o tükü götür. Bu bizə yəqin ki, çünki tükün ətrafında da qan izləri var idi. Hiss olunurdu ki, pəncərədə sürtülüb və bu tük də ilişib qalıb burada. Biz o tükü götürdük və ümid elədik ki, bu bizə daha çox kömək eləyəcək. Mərhum alimimiz, dəyərli professor Rafiq Yusiflinin Məhkəmə Təbabətinin əsasları əsərində oxuyuruq. Hər bir xalqın adətində, gələnəyində tüklə bağlı müxtəlif ayinlər mövcud imiş. Məsələn, bizim xalqa aid olunur ki, döyüşçü, ər, vətən uğrunda savaşa getdikdə onu sevən qadını və ya nişanlısı öz hörüyünün bir hissəsini kəsib ona verərmiş. Həmən insan döyüşərkən o kiçik hörük hissəsini vətən anlamı kimi, namus, qeyrət anlamı kimi qavrayıb qəbul edərmiş. Başqa bir adət, ərinə xəyanət etmiş qadının keçmişdə mütləq hörüklərini kəsərlərmiş. Bizim halda, bizim istintaqda tük cinayət işinin açılmasında köməkçi olur. Bundan sonra tapılmış tük tanınmış ekspert Rafiq Yusifliyə təqdim olunur və müayinəsi xahiş edilir. Yusifli Rafiq Mirzəbalıoğlu, tibb elmləri doktoru, professor, əməkdar elm xadimi, Azərbaycan Tibb Universitetinin Məhkəmə Təbabəti kafedrasının müdürü, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin baş məhkəmə tibb eksperti, Azərbaycan Məhkəmə Tibbi Ekspertləri və Patana Atomları Elmi Cəmiyyətinin sədri, Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertləri və Patana Atomları Attestasiya Komissiyasının sədri olub. 2003-cü ildə vəfat edib. Həmin tükü göndərdiyi ekspertizaya, ora bizə ki, şübhəli olan adamların da yenə tüklərini göndərdi, hansı ki, biz onu götürə bilərdik. Əsas da zərər çəkmişlərin və gördük ki, bunların eynilik təşkil eləmir. Nəhayət sıra növbəti tanışın və ya şübhəlinindir. Bu şəxs qətlə yetirilən Türkoba kənd sakini Əbulov Mahmudun bacısı oğlu Quliyev Əlidir. Əməliyyat məlumatına görə Quliyev Əli qətl törədilən gün dayısıgildə olubmuş. Cəlilabad rayonunun Göytəpə şəhərində bir hərbi hissədə xidmət edən bir bacısı oğlu var. Həmin bacısı oğlu da bura gedib gəlir. Biz həmin bacısı oğlundan şübhələnməyə başladıq.
Ancaq hərbi xidmətdə olan Sıravi Quliyevi mülki prokurorluqda aparılan hər hansı bir iş ilə əlaqədar dindirməyə qanun icazə vermirdi. Bunun üçün əldə əsaslı səbəb olmalı idi. Türkdən asılı olan şübhə özünü doğrultsaydı, əldə əsas olardı. Peşəkar prokuror qanunu pozmadan bu vəziyyətdən də çıxış yolu tapır. Artıq bizdə şübhə gəlib dayanmışdı bu hərbiçinin üzərində, hərbiçi bacısı oğlunun üzərində. Ona görə hərbidən də biz necə götürək? Mən oranın komandirlə danışdım. Dedim ki, gigiyenlə əlaqədar gəlin əsgərlərin hamısını saçını qırtdırın. Heç kim heç nə hiss eləməsin və belə də oldu və həmin oğlanın biz saç nümunələrini götürdük, göndərdik Bakı deməli Respublika Məhkəmə Tibb Ekspertizası mərkəzi gedirdi o vaxt bürosuna göndərdik. Şübhələr özünü doğruldur. Hadisə yerinin müayinəsi zamanı götürülmüş tük nümunələri Mahmud kişinin bacısı oğlu Quliyev Əliyə məxsus idi. Və o da bizə çox kömək elədi və elə belə bir rəy verdi ki, bəli, tüklər eynidir. Ancaq Əli bu cinayəti tək başına törətməmişdi. Birgə törədilən bu dəhşətli qətldə Gədəbəy rayonundan əskər getmiş, 1979-cu il təvəllüdlü əskər Qasımov Yasin də iştirak eləmişdi. Bağlı olan. Yerine şey çık. Bıçam vur onu. Pardon. Yavaş. Bağlı. Hadi, nereden geldin? Hansı yoldan geldin? Biraz baştan geldin. Hansı yoldan? O bu taraftan geldi, bu yolla. Bunda ağrı çeşit. Böyle? Gündürden biraz baştan danış. Gel. Sen aşağı. Əməliyyat məlumatları özünü doğruldur. Sən demə, cinayət törədilən gün doğrudan da Yasinlə Əli Mahmud kişi ilə gəliblər. Sonradan qətl eləyəcəkləri Mahmud kişi onlara süfrə açıb. Şəfiqə arvad paltarlarını ütülüyüb, üst başlarını səliqəyə salıb. Beləcə, çörək yeyib, çörəyi tapdalayan hər iki gənc bundan sonra evdən çıxıblar ki, gecə yenidən qayıtsınlar. Türk Obya'ydı. Gece saat neçədə təxminən? 9'da akşam. Nereye gittiniz çocuğum? Maşın, parkta maşın. Tanıyorsunuz maşını? Hayır, burada avtobüsten çıkanlar sonra taksi içmek var. Ne kadar kalıyorsunuz? 12. 12 mi? Saat neçədə oldu Türkiye'de? Şivada saat 9'da. 27'si saat 9'da oldu Türkiye'de. Akşamüstü. Akşamüstü. Görüştünüz mü onun dayısıyla? Ben. Siz necə qarşıladınız? Yaxşı. Mehriban qarşıladınız. Sonra nə oldu? Sonra gittik eve, oturduk. Haraya? Onların dayısı geldi. Oturduk, çöreysel yedik. Patlarımızı yükledik. Bize geri sardılar, yattık. Harada yattınız? O dağda. Hansı ortalığı? Bir yandan Sındır'da. Bir yandan. Dağda yattık. Gece o madelikçi evi geldi, evi gitme tapmadı. 27'sinden 28'ine geçen Gece gün. ben. Ev geldim, eşime tapadım. Ben. Tapmadım. Bəs niyə gəzirdi ki evde? Niyə demədi sana, niyə gəzirdi? Dedim, belki ben tapmadım. Sana demişdi, burada pul gələcəm, gəzməyəcəm. Ben. Demiş. Harada demişdi sen? Yolda demiş. Nə demişdi sen? Dağımın pulu var, kızılı var, gerek götürelim. Hə. Şimdi çektim.
Səhər durduq. Səhər çörək qoydular, çörək sədirdik. Durduq çıxdıq. Aydınlaşdırıldı ki, həmin oğlan öz əskər yoldaşlarını, bir nəfər əskər yoldaşı ilə gəlib, pəncərədən gecə giriblər, sonra birinci dəhlizdə kişi ilə rastlaşıb, kişini öldürüb, kişi ilə daha doğrusu dalaşanda, müqavimət göstərəndə səsə içəridə qadın çıxıb, o biri əskər özü ifadələrində də belə deyir. Qadına müqavimət göstərib, qadınla necə deyir, əlbəyaxı olanda qadın buna müqavimət göstərib. Hətta bunu o pilləkəndə yıxıb. Yıxanda da başı dəyib o şüşüyə və həmin yerdə də tük nümunələri qalıb. İndi isə gəlin hadisəni necə törətdiklərini Bacıoğlu Quliyev Əlinin və onun əskər yoldaşı Qasımov Yasinin öz dilindən eşidək. Gəldik. Göster. Qadın burada yatırdı. Qadın orada yatırdı. Bəli. Qəsdən olmuş. Yatırdı burada. Mən durmuşdum bu tərəfdə, o durmuşdu baş tərəfdə. Siz içəri yanında qadın hiss elədi, içəri adam girdi. Hayır, bilmirdi, yatırdı. O baş tərəfindən tutdu mənə ayaqları. Sonra kişi otaqdan gəldi. Otaqdan gələndə mən o qadınla qadının kişinin dalaşdıq. Harda dalaşdı? Burada. Kişi hardan çıxdı? Otaqdan. Hansı otaqda? Otaqdan çıxdıq, ya qaranlıq bir işıq sönmüşdü. Otaqdan çıxdıq, otaqdan bilmirəm. Hə. Sən harda qarşılaşdın onunla? Burada vurdum bunu belə. Harasından da düşdün? Qabaq tərəfindən, bu tərəfindən. Bıçağı hardan götürmüşdün sən? Sağ başlarından bıçaqdan almışdım. Təsvir eləyə bilərsən, necə bıçağı idi? Bəli. Nə cür bıçağı idi? Qara bıçağı idi. Sorğacı dəstək qalçıqdı. Qalçı. Belə ağzı neçəyini ağzı dəmir. Neçədən bıçağı almışdınız bazardan? İçilər. Niyə görə 2-dən almışdınız? Ben almışdım. Məqsədiniz nə idi onların? Öldürmək idi. Əvvəldən fikirləşirdiniz ki, öldürmək üçün gəlişdiniz. Kravatda tuttum. Vurdum burasını işte. Nə ilə vurdun? Qorum. Sonra bıçağın arxasına vurdu. Bıçağın özü qırılmışdı, arxası qırılmış, dəstək qalmış. Hə. Dəstəyinlə burasına vurdum, sonra burasına. Sonra kişi gördüm. Yani tərpənmir. Ben burada çıxdım, bura çıxanda gördüm. Arvada burada deyil. Başına vurdu ayağı. Nə ilə vurur? Ayağım. Başına vurdum. Nə ilə vurur? Aynen saçından tutucu vurdum divara. Sonra taş. Hansiz hara vurur? Göster. Gəl göstər görüm, hara vurur? Dostuna. Şey değilmiş abi. Sən dərmişsən? Başın dərmişdir, yoxsa hara dərmişsən bu? Sonra arvad qaldı burada, yoxsa götürdü arvadı? Arvad kaldı, Yasin geldi. İşimin işini öldürmüşəm. İşini öldürmüşəm, sən bunu öldürə bilmirsən. Hə. Nə? Qapı səsi eşitdin. Sonra nə gördün? Geldim dedim ki arvad gelir orada. Gedir polun altına. Gəl göstər görüm, hara gedir? Arvad söylənmişdi. Hara? Şuna hansı vəziyyətdə söylənmişdi? Burada işte söylənmiş. Bu hissədə oturmuşdu. Ölmüş tanı çıkmışdı arvadı. Göster o yani. Ölmemişler ha. Sonra yine bir kaldı. Baltanlardan götürmüştün. Baltanı yukarıdan götürmüşler. Niye götürmüştün baltanı? Burası ses çıkmasın. Ne sen zerbe vurdun? Bir zerbe vurdun. Bir de ha? Arvadın beden üzerinde başında çok mu hasaret var? Başını yorulmuşum, başını duvara göre vurmuşum. Zərbe vurandan sonra ne oldu? Arvad öldü. Gedək. Bıçağı almaqda məqsədin nə idi sənin? Vurmaq. Kimi vurmaq? Dayı. Hə? Dayı. Kimi? Dayı. Dayının adı nədir? Mahmud. Bıçağı almaqda məqsədin dayı Mahmudu öldürmək idi. Niyə görə? Pula görə davam edin.
Bura Cəlilabadda yerləşən ən sayılı hərbi hissədir. Dırnaqarası qəhrəman əsgərlər oğurladıkları qənimətləri burada yerbəyer ediblər. Həm də öz əsgər yoldaşlarını da bu işə bulaşdırmaqla. Necə deyərlər, qurunun oduna yaş da yanır. Gəlib sonra oradan evdə nə var, orada o vaxtı zayomlar vardı. Zayom götürmüşdü, qızıl nümunələri qızıl götürmüşdülər və bunun hamısını gətirib hərbi hissəni, səhv eləmirəmsə mədəniyyət evi idi, orada bir mədəni kütləvi tədbirlər keçirilən bir bina idi, onun banında gizləmişdilər. Biz oradan hamısını onu götürdük. Hamısını götürüb özləri təqdim elədi, çəkilişlə, video çəkilişlə və onun gizlədilməsində də əlavə 3 nəfər iştirak eləmişdi. En hərbi hissəsinin komandiri Ağayev, adını Ünsal. Ağayev Ünsal. Siz? Komandirin muavinin bölgəsində. İsmail Qasımov. Rayon polis şöbəsinin əməkdaşı Məsum Kenan. Mesut Kenan iştirakçıları ilə hal şahidləri Göytəbə kənd sakinləri Məmməd Nazım Allahşıoğlu iştirakçıları ilə bugün icraatımızda olan 32-75 nömrəli cinayət işini tanımlar qədər en hərbi hissəsinin əsgərləri Qulöv Əli Qəhrəmanoğlu və Qasımov Yasin Marifoğlu'nun cinayət hadisəsi törətdikləri var, hadisə yerinə götürdükləri və en hərbi hissəsinin həyətində olan ambarda gizlətdikləri əşyaları götürüb hazırki protokolu tərtib edir. Çavuş Semiyov əşyaları yerine tərtib etdik və həmin əşyaları orada götürərək pul qabı açılarkən 3 ədəd 100 avuç dolları, 1 ədəd qolbaq, 1 ədəd əldə düzəlmiş sırğa, 1 ədəd abıçan yüzü, 1 ədəd beşlik, 1 ədəd ortasında göyqaşı qıraqlarında ağdaşlar olan sırğa, 1 ədəd quran qabı, Qızıldan da quran. Bunlar bir ədəd üstü qapaqlı saat, 1 ədəd sep, 1 ədəd böyük əldə düzəlmiş sırğa, 1 ədəd üzərində qırmızı qaş olan üzük, 1 ədəd ortasında göyqaş qıraqlarında qaşlar olan üzük və 2 ədəd qızıldan düzəlmiş qızıl əşyası, dişdir deyəsən. Diş. Qızıl diş aşkar edildi. Təkrar. Semiyov Aleksey en hərbi hissəsinin yataq otağında ona verilmiş, Əli və Yasin tərəfindən ona verilmiş monserləri. Sizin yataq otağının, yataq yerdir. Öz yatağının banımızın altından götürərək təqdim etdik. 2 ədəd bolsa. Burada maraq doğuran bir də məsələ oydu ki, deyə bilərlər ki, hərbi vətəndaşlar, hərbiçi olan cinayətkarlar mülki prokurorluq aparır, amma o vaxt ki, mən rəhbərliyə minnətdaram ki, bizim əziyyətimizi qiymətləndirdi, bir daha deyirəm, və işin açılmasında bu qədər prokurorluğun əziyyətini görüb, dedi ki, göstəriş verdi ki, böyük xüsusi tapşırıq qaydasındakı istintaqda rayon prokurorluğu tanınmasın. İstintaqımız hər hansı bir hadisə haqqında danışdıqda və ya onu göstərdikdə mütləq cinayətə qarşı olduğunu qeyd edir. Amma bu dəfə
Bir mühüm məsələni də nəzərinizə çatdırmağı özümüzə borc bilirik. Borc bilirik deyə ki, cinayətkarın milliyyəti, dini olmadığı kimi yeri yurdu da olmur. Bu baxımdan təmənnamız odur ki, istənilən istintaq olayında hansısa gözəl yurdumuzun adı çəkiləndə qətiyyən bu olayı həmin elə obaya yurda aid etməyəsiniz. Ölkədə o vaxt ölüm hökmü ləğv olunmuşdu. Ömürlük azadlıqdan məhrum etmə cəzaları tətbiq olunur və deyim ki, ilk azadlıqdan məhrum etmə cəzası da həmin 2 nəfərə tətbiq olundu Respublikada. Hərbi kollegiya baxdı və onlara tətbiq, digərləri isə 3 nəfər uzun müddətli azadlıqdan məhrum etmə cəzasına məhkum edildi. Dedik ki, cinayətkarın milliyyəti, dini olmadığı kimi yeri yurdu da olmur. Hadisənin məntiqi davamı kimi cinayətkarlar layiq olduqları məkana göndərildilər. Həmişə belə olacaq. Ona görə ki, istintaq davam edir.